Təvəkkül insanın bütün gücü ilə çalışdıqdan sonra nəticəni Allahın qüdrətinə və mərhəmətinə həvalə etməsidir. Bu, Allahın sonsuz gücünə, hikmətinə və mərhəmətinə tam bir inamdır. Əgər bir insan təvəkkül etmirsə, bu əslində Rəbbinin sonsuz qüdrətinə qarşı bir növ etimadsızlıq və hörmətsizlikdir. Elə buna görə də təvəkkülsüzlük bəzən Allahın sınaqlarına və cəzasına səbəb ola bilər. Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü, hədd, müddət təyin etmişdir. İnsan niyə bəlaya düşür? İnsan bəzən Allahdan ümidini kəsib başqa varlıqlara güvənməyə başlayır. Halbuki Allah bizə xəbərdarlıq edir. Sənin qəlbin niyə məndən deyil, başqasına bağlıdır? Bu səbəbdən insan bəzən sınaqlara çəkilir ki, bu hadisələrdən dərs alsın və yenidən Rəbbinə dönsün. Bəla və çətinliklər bəzən insanın mənəvi təkamülü üçün bir fürsət olur. Təvəkkül edən insan, Allahım, yalnız sənə arxalanıram deyən şəxs həm ruhu sakitləşir, həm də həyatında gerçək dəyişikliklər görür. Allah belə şəxslərin qəlbinə rahatlıq bəxş edir, yollarını açır və ruzilərini artırır. Təvəkkül sahibi həyatın hər bir mərhələsində Allahın hikmətini görür və ona daha çox bağlanır.